Bərdə rayonunun icra başçısı Vidadi İsayev uzun illərdir ki, bu vəzifədə çalışaraq rayonun sosial-iqtisadi inkişafı, abadlaşdırılması və ümumi tərəqqisi istiqamətində mühüm layihələr həyata keçirib. Onun fəaliyyəti nəticəsində Bərdə son 15 ildə həm respublika miqyasında, həm də beynəlxalq səviyyədə nüfuz qazanan bölgələrdən birinə çevrilib. Abadlıq və yaşıllaşdırma işləri Vidadi İsayevin təşəbbüsü ilə şəhər və kəndlərdə geniş miqyaslı abadlıq kampaniyaları aparılıb. Parklar, xiyabanlar, istirahət zonaları salınıb, küçə və prospektlər yenilənib, minlərlə ağac və dekorativ bitki əkilərək Bərdəyə xüsusi gözəllik bəxş edilib. Bu layihələr nəticəsində Bərdə yaşıl şəhər imicini möhkəmləndirib və ekoloji baxımdan daha sağlam mühitə sahib olub. İnfrastruktur layihələri rayonda yeni sosial obyektlər, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, mədəniyyət mərkəzləri və idman qurğuları inşa edilib və ya əsaslı şəkildə təmin olunub. Yol və nəqliyyat infrastrukturu yenilənib, işıqlandırma və kommunikasiya xətləri müasirləşdirilib. Dövlətə və prezident siyasətinə sadiqlik Vidadi İsayev hər zaman Azərbaycan dövlətinə, xalqına və ölkə prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin siyasi kursuna sədaqət və fədakarlıqla xidmət edən icra başçılarından biri kimi tanınır. Onun fəaliyyəti Bərdənin strateji inkişaf planları ilə prezidentin regional siyasətinin ölkədə gedən ümumi islahatların uyğunlaşdırılmasına xidmət edir. Nüfuz və tanıtma Bərdə bu illər ərzində yalnız Azərbaycanın daxilində deyil, eyni zamanda xarici səviyyədə də tanınaraq bir çox beynəlxalq layihələrdə iştirak edib. Ölkəmizin inkişaf yolunu təmsil edən rayonlardan birinə çevrilib. Bu da həm iqtisadi, həm də mədəni baxımdan rayonun nüfuzunun yüksəlməsinə səbəb olub. Vidadi İsayevin Bərdə rayonunun inkişafı istiqamətində son illərdə həyata keçirilmiş layihələrdən bəzi konkret nümunələr var. Tam siyahı deyil, amma rayonda görülən işlərin müxtəlif sahələrdə hansı istiqamətdə olduğu bildirilir. Konkret layihələr və nailiyyətlər. İlk tibbi sanitariya yardımı üzrə pilot layihə. Bərdə rayonunda icbari tibbi sığorta üzrə Dövlət Agentliyi və Təbib ilə birlikdə ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsinə dair pilot layihə başlanılıb. Məqsəd əhalinin ehtiyaclarına uyğun keyfiyyətli ilkin səhiyyə xidmətlərinin təmin olunmasıdır. Yeni tibb obyektlərinin müasir standartlara uyğunlaşdırılması. Layihə çərçivəsində Bərdə Müalicə Diaqnostika Mərkəzi və Rayon Mərkəzi Xəstəxanası kimi səhiyyə müəssisələrinin inkişaf etdirilməsi, müasir avadanlıqlarla təchiz olunması işləri görülür. 3. Qazlaşdırma layihələri. Rayonda bir neçə kənddə təbii qaz verilməsi təmin edilib. Kolayır, Vəluşağı və Mirzəxan kəndində, Qaraqoyunlu kəndində qaz verilişi. Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinə qaz xəttinin çəkilməsi. İnvestisiyanın artırılması və iqtisadi şaxələndirmə. Son 10 ildə rayona qoyulan investisiyaların həcmi 6,4 dəfə artıb. Həmçinin sahibkarlığın inkişafı üçün güzəştli kreditlər verilir, müasir texnologiyalara əsaslanan layihələr, soyuducu ambar, emal müəssisələri planlaşdırılmışdır. İnfrastruktur layihələri, kəndlər arası yolların tikilməsi, Alpoud Nazırlı kəndlər arası yol 14 kəndi birləşdirən 22 kilometrlik yol kimi layihələr icra edilib. Su xətləri, su ambarları və subartezan quyuları çəkilməsi, kəndlərdə su təminatı sistemlərinin gücləndirilməsi. Biz də cənab başçıya can sağlığı işlərində uğurlar arzu edirik.